Təxminən 30 ildir ki, bu yolu gedib gəlirəm, amma dünən elə bir şey yaşadım ki, bu həyatımda ilk dəfə idi. Evdən dayanacağa olan məsafəmiz çox uzundur. Həmişə də buna nifrət eləmişəm ki, bu qədər uzun yolu həmişə gedib gəlirəm. Amma dünən ilk dəfə zövq aldım bu yoldan. İşimi gördüm, evə qayıdış yolunda, təxminən 15 dəqiqəlik yolun evə çatmasına 5 dəqiqə qala. Təsadüfən yolda bu şəkil çəkərkən bir xanımla tanış oldum. Tanışdığımız da əslində birbirimizi başa düşməməyimiz üzərindən başladı. Söhbətimiz əsnasında məlum oldu ki, xanım əslində Qazaxıstandan gəldi. Yol boyu danışdıq, o hansı ki 4-5 dəqiqəlik bir yol idi. Danışdıq və söhbətimiz maraqlı getdi. Mən də artıq evə çatıram, az qalıb. Dedim ona ki, istəyirsən anamgilin evi buradadır, keçək bir çay içək. Hər halda bunu tanımadığım 3-4 dəqiqə əvvəl yolda gördüyüm birinə təklif eləmək dəliliyi olar ki, mən də bunu elədim. Əlavə bir dəlillikdə o təklifi qəbul eləmək olardı, xanım da onu elədi. Yəni bir çay bəhanəsi ilə 3-4 saat oturub elə mənaslı, xoş bir söhbət elədik ki, inanılmaz. Məncə ən xoş şeylər, ən xoş hadisələr əslində bizim cəsarətli davrandığımız və cəsarətli olaraq qərar verdiyimiz vaxtlarda baş verir. Bunu həmişə yaşamışıq.